Salam dostlar, bu videoda internal BGP haqqında məlumat verəcəm. BGP iki növə bölünür. External BGP və internal BGP. External BGP və internal BGP-nin əsas fərqi onların fərqli avtonom sistemlər arasında və ya eyni avtonom sistem daxilində işləməsidir. External BGP fərqli avtonom sistemlər arasında işləyir, internal BGP isə eyni avtonom sistem daxilində işləyir. Internal BGP nədir? Internal BGP eyni avtonom sistem daxilindəki ruterlar arasında qurulan BGP qonşuluğudur. Bütün ruterlar eyni avtonom sistem daxilindədir. Bu səbəbdən internal BGP adlanır. Internal BGP-nin əsas xüsusiyyətləri bunlardır. Eyni avtonom sistem daxilində işləyir. Eyni avtonom sistemdə olan ruterlar arasında BGP marşrutlarını paylaşır. Administrativ distans dəyəri 200-dür. TCP port 179 üzərindən işləyir. Default olaraq TTL 255 dəyərindən istifadə edir. Ruterların birbaşa qoşulmuş olması tələb olunmur. Marşrutu ötürərkən Nextstop atributunu adətən dəyişdirmir. Nextstop self komandası istifadə edilibsə, marşrutu ötürərkən Nextstop atributunu öz IP ünvanı ilə əvəz edir. iBGP-dən öyrəndiyi marşrutu başqa iBGP qonşusuna ötürmür. Lokal preferens atributunu avtonom sistem daxilində paylaşır və ən yaxşı çıxış nöqtəsi seçmək üçün istifadə edir. ESPS atributunu dəyişdirmir. Qonşuluq qurulduqdan sonra yalnız marşrut dəyişikliyi olduqda update mesajı göndərir. Periodik tam routing yenilənməsi göndərmir. Böyük şəbəkələrdə full mesh, root reflektor və ya confederation kimi həllərdən istifadə edilir. Policy based routing və root filtering dəstəkləyir. Böyük korporativ şəbəkələr və ASP-lərin daxili BGP infrastrukturunda geniş istifadə edilir. Internal BGP aşağıdakı mühitlərdə istifadə edilir. ASP şəbəkələrində, böyük müəssisə şəbəkələrində, data center mühitlərində, MPLS service provider şəbəkələrində, internal BGP eyni avtonom sistem daxilindəki ruterlar arasında BGP marşrutlarının paylaşılması üçün istifadə olunur. Internal BGP-nin əsas məqsədi external BGP vasitəsilə öyrənilən marşrutları eyni avtonom sistem daxilindəki digər ruterlara ötürməkdir. External BGP-də administrativ distans dəyəri 20-dir, internal BGP-də isə administrativ distans dəyəri 200-dür. Bu səbəbdən eyni root həm external BGP, həm də internal BGP vasitəsilə öyrənilərsə, router ilk olaraq external BGP-yə aid olan marşrutu seçəcək. Ən yaxşı yolun seçilməsi zamanı external BGP-dən öyrənilmiş root internal BGP-dən öyrənilmiş rootdan üstün hesab edilir. Internal BGP-də full mesh problemi. Internal BGP-də vacib qaydalardan biri də odur ki, bir internal BGP routerundan öyrənilən root başqa internal BGP routeruna ötürülmür. Bu problemin qarşısını almaq üçün bütün internal BGP routerlarında bir-biri ilə BGP qonşuluğu qurulmalıdır. Buna full mesh deyilir. Router sayı artdıqca full mesh idarə etmək çətinləşir. Full mesh probleminin həlli. Böyük şəbəkələrdə full mesh problemi root reflektor və confederation texnologiyalarını istifadə etməklə həll edilir. Bu texnologiyalar iBGP qonşularının sayını azaldır və şəbəkənin idarə olunmasını asanlaşdırır. Bu videoda internal BGP-nin nə olduğunu izah etməyə çalışdım. Ümid edirəm ki, bu video şəbəkəni daha yaxşı başa düşməyinizə kömək olacaq. Videonu bəyəndiysəniz, like etməyi, şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın.